Ağakərim Nafiz Şirvani 4 dekabr 1948-ci ildə Qaf dağının ətəklərində, Bayqurt qalasının dibində, Şamaxı rayonunun Qaladərəsi kəndində anadan olub. Ağakərim bu tarixi bir qəzəlinin son beytində qeyd edib. Hafiza, fəsl-i xəzani, milad-i tarix ilə təvəllüdümdür mənim 1948. Ağakərim Nafizin atası Ağa İsrafil bəy Əlibəy oğlu və anası Nəsibə xanım Bəybala bəy qızıdır. Atası Ağa İsrafil meşə mühəndisi olub və onun işi ilə əlaqədar Ağakərim 4 yaşında olanda ailəsi Şamaxıdan Salyana köçüb. Orada 1 il yarım yaşadıktan sonra Şamaxı şəhərinə qayıdıblar. Əzizim ey, bu məzaqlar, əzizim ey, bu məzaqlar, bu dəmlərin, bu məzaqlar, hər kəsin bir dərdi var, hər kəsin bir dərdi var, heç kəsə deməz ağlar, deməz ağlar. Mən anadan olanda atam əskərlikdə olub. Mən ağamın himayəsində olmuşam. 4 il əskərlik. Özü 25 illiyə aparıblar atamı. O vaxtda Bakıda qalmaqdan ötürü 25 illik qulluq eləmək istəsən Bakıda saxlayarlar, yoxsa Rusiyyətə ötürərlər də adamı. Mən gözümü açıb ağamı görmüşəm də, yəni onun tərbiyəsi ilə böyümüşəm. Ağam biraz elm adamı idi. Çox böyük təhsil almasıydı da, elə kətdə, Qəleyvurdda o vaxtda yaxşı alimlər olub. Qəleyvurd bizim sovetliyimizdir, Qaladərəsi kəndimizdir. Qaladərəsində doğulmuşam mən. Orada böyük əfəndilər olub, Hacı Ömər əfəndi, Molla Bağa əfəndi, İbrahim əfəndi, Molla Lətif əfəndi. Molla Lətif əfəndi ağamın xalasının əri olub, onunla təhsilini alıb, Quran təhsili. Yaxşı Quran oxumağı vardı. Çox gözəl Quran oxuyan idi ağam. Ağdamda keçirilən Xarib Bülbül Muğam festivalı televiziyada canlandırılırdı. Orada Qədir Rüstəmov sona bülbülləri oxudu. Başqa xanəndələr də həmçinin. Və birdən başında papaq, qədim kişiləri xatırladan bir xanəndə, Ağakərim Nafiz. Sarənc təsnifini. Sarənc məlumdur ki, Şur muğamının ən maraqlı hissələrindən biridir. Sarəncdir, Simay Şəmsdir. Bu nəsəri oxudusa, elə bil ki, bu səs bu çağdan deyil, qədimlərdən gəlirdi. Yəni onun səsində bir qədimlik, bir ululuq, dərviş oxumalarına məxsus bir temp diqqəti cəlb edirdi.
səhra nədir aman 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 ay. Od tutup canım sana sever. Yazdı ama bilmediğin dil nedir? Dilber nedir başımda bu sevda nedir? Yetti ömrün ahire sen bir beynebati bilmedin. Şimdi bu gözden bakan ya bu ve bu ya nedir? Aman 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 aman. Bedel aman 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 Ağakərim Nafiz Azərbaycan muğam sənəti tarixində özünəməxsus yeri olan görkəmli xanəndə, eyni zamanda istedadlı qəzəlxandır. Onun səsində məlahət və şirinliklə yanaşı, dinləyicini sehirləyən, onu müasir dövrümüzdən alıb əsrlərin dərinliklərinə aparan qeyri-adi avası var. Biz onun ifa elədiyi dəstgahlarda işlətdiyi qəzəlləri çox zaman ilk dəfə eşidirik. O nəinki başqa xanəndələri, hətta özünü belə təkrar eləmir. Klassik ədəbiyyatımızın Nəsimi, Füzuli, Seyid Əzim kimi böyük nümayəndələrinin yaradıcılığına dərindən bələd olan ustad sənətkar, həm də istedadlı qəzəl şairidir. Məni cəlb eləyən nə olub? Onun oxuduğu qəzəlləri düzgün tələffüz eləməsi olur. Siz bilirsiniz ki, bizdə klassik ədəbiyyatın nümunəsi olan qəzəl bütün xanəndələrin ən çox işlətdiyi şeir formasıdır. Adətən qoşmanı oxuyarlar aşıqlar, qəzəli oxuyar xanəndələr. Mən onun bir lent yazısına qulaq astım, hələ özün görməmişdim yaxından. Lent yazısından bəlli oldu ki, bu adam ən çətin tərkibləri belə, ərəb, fars tərkiblərin belə çox düzgün oxuyur. Bu da məndə inam yaratdı ki, deməli, bu adam oxuduğu sözlərin mənasını özü dərk edir. Ona görə də bunda oxumaq bu qədər yanıqlı çıxır. Ağdamda, Qarabağda Xarı Bülbül müsahibəsi keçirilib və o orada birinci yer tutub. Bir Şamaxı xanəndəsinin gedib Ağdamda bir belə yer tutmağı çox qəribə idi. Və bunları dəvət elədim, evə gəldi, istədim ananın da arxivini də burada görsün. Gələndə cibindən çıxardanda gördüm bir sarı məktubdur, 73-cü il məktubudur. Əhməd dayının ona yazdığı məktubdur. Maraqlandıq, oxuduq. Bu deməli Ağakərim bəy o dövrdə Rusiyada yaşayırmış və öz Seyidə yazdığı təxmisi göndərib. Bizim o Cəfərzadələr ocağı ki var, bunlar həmişə o təskirəçilik, kitab təhribatçılığı həmişə olur. Əhməd dayı neçə kitablar çap eləyib, Şirvan şairlərinin neçə arxivlərində filanda tapıb, gətirib, onları çox çap eləyib. Və Ağıya onu təklif elədim ki, gəlin bunları heç olmasa yığaq, itməsin. Və doğrudan da biz çox da belə təvazökar, belə heç kimi incitmək istəmədiyi üçün yox. Axırı ki, yavaş-yavaş, bir biz bunlar. Özə nədən yığdım mən bunları? Bir qismi sonradan köçürüb verirdi, amma bir qismi elə belə o qəbz kağızının arxasına yağılmış, qəzet qırağı kimi kağızlara yazılmış, yəni itib gedəsi biləsi bir şeylər idi. Hansı dövrdəsə bunları ağa özü oxuyub, amma bunlar demək olar ki, çap olunmamışdı. Hafiz Qaraların
çox böyük rolda oldu. Bizlə oturub bunu hər birini detallı təsəvvür edin ki, mənim işimlə ancaq şənbə, bazar, bayram günləri çıxmaq olardı və bütün onlar da vaxtlarını sərf edib həmin günlərdə mənə görə çıxıb bir-bir orada oxunub, nöqtə, vergülü, sözləri necə yazı, hamısı belə düzəldilib və divan bir mükəmməl divan şəklində çap oldu. Və mən burada ağadan soruşdum ki, buna giriş, sonluq kim yazsın, nə məsləhət bilirsən, dedi sən. Onda da üzərimə böyük bir yük qoyuldu və öhdəsindən gələ bildik. Kesilmiş memlekete bir zamandır kim boğulmuş səhnədən ərbab-ı hal bir zamandır kim boğulmuş səhnədən ərbab-ı hal şehrimizden her taraf bir değil gayrı. Təxminən 10-12 yaşında mən oxumağa həvəs oyandı məndə. Bu aşıqları zadı ki, toyda görürdüm, oxumağın zadın. Aludəsi olurdum bunların. 13 yaşım var idi, mənim mədəniyyət evinə dəvət elədilər. Oxutdurdular bir 2 mahnı vaxtı. Həm də mənə deyirdilər ki, bir ağalar adında oxuyan var mədəniyyət evində, ged ondan örgən muğamatı. Yavaş-yavaş gəlib getdiyi can bura, bunun oxumaqları hoplu mənim canıma. Gördüm, yox, mən gördüyüm oxuyanlardan deyir, bu başqa bir aləm oxuyandı. Sən demə, bu Asəf Zeynallıda Seyid Şunuskunun tələbəsi olub, 3-cü kursundan yarımçıq qoyub məktəbi, nə hadisə olubsa, qaçıb çıxıb gedib Manqışlağa, Qazaxıstana. Sonra oradan qayıdıb gəlmiş Şamaxıya. Bunun təsiri ilə mən burada yavaş-yavaş muğamatdan başladım anlamağa. Allah rəhmət etsin, o cavan öldü, 30 yaşında. Ağakərim Nafiz oxuyacağı mətnlərin mənasını tam mənimsəyəndən sonra onu səsləndirir. Klassik ədəbiyyatımızı daim mütaliə edən ustadın musiqi təqdimatı sahəsində öyrənməli təcrübəsi var. Bir neçə il bundan əvvəl ərsəyə gətirdiyi Ustad-ı Əzəm adlı kitab sənət biliciləri arasında rəğbətlə qarşılandı. Bu əsər 19-cu əsrin sonunda yaşamış böyük xanəndə və şair Məhəmməd Həsən Fələkzadə Şirvaninin həyat və yaradıcılığına həsr olunur. Vaxtilə bu barədə akademik Rafail Hüseynov və professor Seyfəddin Qaniyev də tədqiqat xarakterli məqalə yazıblar. Mən ümumiyyətlə musiqiçilər haqqında, xüsusilə muğam ifaçılar haqqında çox yazılar yazmışam. Ustad xanəndə Hacı Baba Hüseynovun dərslərində iştirak eləmişəm. Alim Qasımovdan, Arif Babayevdən, Canəli Əkbərovdan, Süleyman Abdullayevdən yazılar yazmışam. Mən bu səsin sorağına düşdüm. Öyrəndim ki, o Şamaxıdandır, Şamaxıda yaşayır və gedib tapdım. Nərman Nərmanov küçəsi 11. Sonralar Ağakərim Bakıya köçdü. Ağakərim öz şəxsi mütaliəsi ilə şeiri, sənəti, qəzəl ədəbiyyatını öyrənib. Ağakərim Nafiz ustad xanəndələrin
əl yazmalarını, ustad xanandalarını oxumalarını eşidib. Amma təbii ki, bunun özünə məxsus oxu tərzi var. Bu heç kimə bənzəmir. Sonra böyük ustadlar gördüm, məsələn, Aşıq Şakir kimi bir sənətkarı gördüm, Aşıq Məmməd Ağa kimi sənətkarın yanında böyüdüm, çoxlu konsertlərə bir yerdə gedərdik. Aşıq Şərbət var idi, yaxşı aşıq idi, ondan çox təsirlər oldu mənə. Bütün bu aşıq havalarını aspara bilirəm mən, o hamısı Aşıq Şərbətin sayəsindədir. Hərəsinin öz metodu vardı, oxumaq tərzi vardı. Misal üçün, bir Şakiri çıxmaq, Məmməd Ağanı çıxmaq şərti ilə Şərbət kimi mənə təsir eləyən aşıq olmayıb. O aşıq havacatını düzgün bilirdi. Bunu Məmməd Ağa da etiraf eləyirdi. Məmməd Ağanın dilindən eşitmişəm ki, deyirdi ki, aşıqlıqda Şərbət bizdən irəlidədir. Şərbətin atası da aşıq olmuşdu, ondan da öyrənmişdi. Həm də ustad Aşıq Abbas vardı ki, Şamaxıda bu aşıqların hamısının, içi Şakir qarışıq, hamısının ustadı idi. Mirzə Bilalın şairdə olub o, 7 il. Ondan Şərbət çox yaxşı əxs eləmişdi ki, kamil idi. Elə ustadnamələr bilirdi o. Ağa Kərim elə bir xanəndədir ki, elə bir ustaddır ki, ona sifariş vermək olmur. Məsələn, o sənə söz verərsə ki, mən cahərgah oxuyacam, orada oturanda mahur oxuyar. Yəni, qəlbinə nə düşdü, onu oxuyar. Yəni, heç kimə sifarişlə oxuyan deyil. Mənim könlümdə gəh sümbül bitər, gəh qönçə, gəh lalə. Ay aman, 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 ey əziz mən, Şakir heç, o bir başqa aləm idi. O Həzrət Davud idi. Ayrı şey idi Şakir. Allahın bir möcüzəsi idi. Şakirlə bəhsə girməyə Məmməd Ağadan başqa heç kəs bunu bacarmazdı. Məmməd Ağa ayrı cür oxuyan idi. Bülbül səsi vardı onda. Düzdür, o Şakirlə məsələn çək gəlsin döşləşməyə elə halı yox idi. Ancaq Şakir bəzi məqamlarda ondan çəkinirdi. Məmməd Ağa gecə saat 3-də durğuzardın onu, filan şey oxumaq üçün oxuyardı. Səsi həmişə əlində olurdu. Şakir məclisə girəndə 1 saat yarım gərək canı ilə əlləşirdi. Səsi yerinə gətirməkdən ötürü. Öz təhsili haqqında danışanda Ağakərim Nafiz zarafatla deyir: orta məktəbi Şamaxıda Seyid Əzim Şirvaninin dərs dediyi və Mirzə Ələkbər Sabirin təhsil aldığı 5 saylı məktəbin axşam sinfində oxumuşam. Ağakərim Nafiz formal ali təhsil almasa da, yaradıcılığına nəzər saldıqda və onunla söhbətlərdə yüksək, mükəmməl, dərin musiqi və filoloji biliklərinin olduğu ilk anda başa düşülür. Təkcə onun zahiri görkəmi yox, həm də səsi qədimləri xatırladır. Onun özü deyir ki, deməli, Bakıda mən yol gedirdim, birdən qəribə bir dərviş səsi eşitdim və bu dərviş, sonra onunla tanış oldum, Masallının Kolatan kəndində yaşayan Xıdır. Ondan getdim, öyrəndim dərvişyanı oxumaq üsulunu. Dərvişlər kimdir? Dərvişlər özü ilə Xuda arasında, Allah arasında bir rabitə yaradan insanlardır. Onların səsində bir həzinlik var. Onların səsində bu kainatla, dünya ilə bağlılıq var. O cavanlıq dövrümdə bir dərvişə rast gəlmişdim mən.
Təxminən onda 20-21 yaşım olardı. Gördüm, küçədə bir dərviş oxuya gəlir. Gəlib mənim yanımdan keçdi. Bunun ardınca baxa-baxa qaldım. Sonra özümdən qeyri-ixtiyari düşmüşəm bunun ardınca. Öz işim qalıb bir anda. Bunun dalıcan gün artıya qədər bu fırlanıb oxuya. Mən də biraz aralıdan bir 20-30 metrəlikdən bunu izləyə gedirəm. Çox gözəl avazla oxuyur. Xıdır adında bir dərviş. Utana-utana yaxınlaşdım. Dedim, əmi, sizin dalınızdan dedim. 2 saatdır mən gəzirəm. Dedi, niyə görə? Dedim, bu oxumaqlarınız mənə dələləyib. Dedi, xanəndə zat döyürsən, dedim, həvəsim var, olmaq istəyirəm. Dedim, bu təmtaraqlı oxumaqları, bunu hardan siz götürmüşsünüz belə? Dedi ki, o vaxtın dərvişləri vardı, dedi, Mirzəlqulu. Mirzəlqulu, Tövfə Əliyeva vardı oxuyan, Məmmədəli Əliyev vardı. Kör Ərəbin mahnısını oxuyub, bilməm. Onun ataları olub bunlar. Əsilləri onların Şamaxının Xınısı kəndindəndir. Mənim ustadım ağaların kəndindəndir, ağalar da Xınısıdan idi. Ancaq Navahıya köçüblər o vaxtı, Navahada yaşayıblar. Dedi, Mirzəlqulunun yanında öyrənmişəm. Mir İslam vardı Lənkəranda, dedi. Dərviş Mir İslam. Ondan öyrənmişəm. Seyid Şunuski ilə, dedi, dostuydum mən. Cabbarla görüşmüşəm, bu xanəndələrlə. Kənarəm nazlı yarımdan, əzabım çox, şərabım yox, özüm cəmşid zövqündə, şərab-ı nabidən durəm. Toxunsan gər bəyan eylər qəmim həssas rübabəm, bu səbəbdən eyni yari nazənin mizrabıdən durəm. Qəmin çəkməkdən ey dost, sinədə asayişim yoxdur, şikəstə nafizəm kim sevgili əhbabıdən durəm. Bu sahədə ustad şair, dünyanın məşəqqətlərini görən Məhəmməd Biriyə ilə çox oturub durmuşam. Böyük insan idi. 12 dil bilərdi. Ərəb dilin, fars dilin təmiz bilərdi. Böyük şair idi. Biraz oradan bəhrələnmişəm. Dönsən də vücudim, qara daş parçasına dön, qoy məsləki mamalı məqidəm külə dönsün. Yox, mən ölərsəmsə dəgər məsləkim ölməz, o parlayacaq daim üfüqlərdə günəş tək. Bir nuri həqiqətdir ki, körlər onu görməz, haqsızlığa hər nüqtədə qalibdir o məslək. Biri adiyərdi bu sözü. Allah rəhmət eləsin. Rəhmətli ağalardan sonra Əli Yusuf kişi vardı, Əli Yusuf Qəniyev. O da böyük ustad idi. Yəni Aşıq Şakirin ustadı idi. Muhammed Məmməd Ağanın ustadı idi. Eynullah Cəbrailovun ustadı idi. Bunlar Muhammed Əli Yusuf kişidən Kürdəmirdə yaşayırdı. Əsli Şamaxlı idi, sarı torpaqlı idi. O qaçqında 18-ci ildə geri düşmüşdülər, Kürdəmirdə yaşayırdı. Hətta onun bir balaca məndə zabıl segahı da var. O vaxt onu lentə almayıblar nə səbəbə görəsə. Hacı Məmməd o xəstə yorğan döşəkdən durğuzub bir zabıl segahı yazdırmışdı, Allah rəhmət eləsin. Onun lent yazısı məndə var. Sonra Mirzə Zülfüqar var idi ki, böyük xanəndə Mirzə Məhəmməd Həsən şairdi idi. Onu görmüşdüm. Kitaba baxanda o Əhməd dayının da yazdığı məktublarda da var. Bu kitab heç də bugünün kitabı deyil və mən o ön sözü də başlayanda onu yazmışam ki, klassik Azərbaycan ədəbiyyatının müasir nümayəndəsi. Doğrudan da belədir. Əlbəttə ki, bunu indi mən qeyd elədim ki, neftçi, riyaziyyatçı, texnika üzrə müdafiə eləmiş bir adamam. Düzdür, Kəmalə Cəfərzadə, Hafiz, Qaralar kömək eləyib bu şeyləri. Amma ümumiyyətlə inanıram ki, bu hələ kitabdan hələ neçə dissertasiya yazılacaq. Dilindən yazılacaq, ədəbiyyatından yazılacaq. İnanıram ki, Ədəbiyyat İnstitutu bu kitabı diqqətlə oxuyacaq. Düşdü qiymətdən dənilər möhtərəm, etirazından mı yazsın
qanlı xaqanın qələm ay iman aman ay iman ay. Heç özüm hiss eləmədən də şiir həvəsi nə tər oyandı, mən də bilmədim. Başlayaram şiir yazmağa. Qoşma tərzində başlamışdım yazmağa. Qoşma tərzində o qədər ərəbbar sözlər işlədirdim ki, özüm də mənasını bilmirdim heç. Sonra yavaş-yavaş bu qəzəl tərzinə keçdim. Qəzəllərdə də ərəb-fars sözləri, kəlmələr işlədirdim. Sonra Allah rəhmət eləsin, Əhməd Cəfərzadə ki, böyük alim idi. Mən onunla tanışdığım yox idi. Bir günləri qəzetdə Şirvan şairləri haqqında məqalələr verərdi, tapıb çıxardardı ortalığa. Bir məqaləsi çıxıb, altından bu ünvanını da yazıb. Mən onda Sibirdə olurdum, Yakutiyada. Götürdüm bunun ünvanına, oradan bir məktub yazdım. Seydəzim Şirvanının bir qəzəlini də təxmis elədim. Bir dənə də öz qəzəlimi yazdım, göndərdim buna. O məktuba bir aydan sonra bir cavab aldım. Bir yaxşı cavab aldım. Həvəsləndirdi məni bu. Sonra qayıdıb Şamaxıya gələndən sonra getdim bu ilə görüşməyə Əhməd müəllimlə. Görüşdüm, bu ilə tanışdıq, əmələ gəldi. Mənim həyatımda çox böyük izlər buraxdı, çox təsir elədi mənə. Mən onunla tanış olandan sonra bir dəfə yolumuz düşdü İsmailli rayonuna bir toya. Saat 4-ə qədər, gecə saat 4-ə qədər Ağa Kərim az qala bütün muğamları ifa elədi. Çox gözəl oxuyur. Və Ağa Kərim özü də yaradıcı muğam ustasıdır. Onun bir 70'ə yaxın özünün bəstələdiyi təsniflər var. Ağa Kərim nafiz yəni nüfuz edən deməkdir. Azərbaycan televiziyasında çox çıxışlar edir. Bütün deməli musiqili verilişlərdən gözəl təsniflər oxuyur. Ağa Kərim Nafiz təkcə muğam ifaçısı deyil, o həm də 200-ə qədər təsnifin 60-dan çox mahnının müəllifidir. Bu bəstələri Ağa Kərim Nafiz öz əvəzolunmaz ifasında, eləcə də başqa muğam ustadlarımızın vasitəsilə xalqa çatdırıb. Ağa Kərim 3 cəhətdən mənim üçün maraqlıdır. Birinci, dost kimi əvəzi yoxdur. İkincisi, qəzəl seçimində ustaddır və eyni zamanda şairdir. Onun bu yaxınlarda qalın bir kitabı, divanı çıxıb. Dili mürəkkəb olsa da, əgər şairlər, ədəbiyyatşünaslar diqqətlə nəzər salsalar, onun indiki qəzəl dili haradasa 19-cu əsr Azərbaycan şairlərini xatırladır. Muğamda da belədir. Biz Ağa Kərimlə tanış olandan bəri mən muğamatımız haqqında çox şeyi ondan öyrənmişəm. Mən oxuyan deyiləm, ancaq qulaq asanam. Yaxşı, əgər bir xanəndə bir yerdə bir qəzəli oxudu, orada 4 beytdən ibarət qəzəldirsə, onun birində bir səhv kəlmə işlətdisə, mən artıq o xanəndəyə qulaq asmıram. Çünki bilirəm ki, bu özü deməli, oxuduğu mətni dərk eləmir. Ağa Kərimdə belə bir müşkül yoxdur. Divanın tərtibatçısı Turan İbrahimov tərtibatçıdan ön sözdə yazır. Qala dərəsi Qəleybuğurdu gəzdikcə başa düşürsən ki, burada doğulub böyüyüb boya başa çatan adam şair də olmalıdır, muğam da oxumalıdır, şeir də yazmalıdır. Edib xali nigarı yarə gülşəndə nigəh lalə basıbdır həsrətindən bağrına dağı siyah lalə
çəməndə yar izin gördüm, Nigara laləyə baxdım, nə lalə, lalə ruxsarın yanında bir giyah laləyə, xiyali zöyül fırıqsari ləbi ləlinləyə sadi. Tərtibatçıdan ön sözdə Turan İbrahimov yazır. Təsadüf bizi küçədə görüşdürdü. Onu Əzzə ananın ev muzeyinə baxmağa dəvət elədi. Bizə gələndə Ağakərim əli boş gəlməmişdi. Mənim üçün çox dəyərli 3 şey, Əhməd dayının ona 1973-cü ildə yazdığı ilk cavab məktubunu və özünün Mirzə Rəhbər Sabirə yazdığı 2 təxmisini gətirmişdi. Mən Əhməd dayının onu belə yaxından tanıdığını, dost olduğunu bu vaxta qədər bilmirdim. Söhbət zamanı çap edilməmiş divanının olduğunu eşitdim və Ağakərimi bu divanı sandıq ədəbiyyatından çıxardıb çap etdirməyə təşviq elədi. Əhməd dayımın məktubundan göründüyü kimi, hələ 1977-ci ildən başlayaraq o bir neçə dəfə şeirlərini toplamağı və çap etdirməyi məsləhət görmüşdü. Mən çox şanslıyam ki, bu kitabın sizə çatdırılmasında iştirak edirəm. Dayım Əhməd Cəfərzadənin ruhunu şad eləyib, onun bacarmadığını bacarmış oluram. Budur ən gözəl və davamlı qədirşünaslıq. Bu savab işdən müəllif Ağakərim Nafisdən, tərtibatçı və naşir Turan Cəfərzadədən çox ağıllı, duyumlu, tələbkar oxucu qazanacaq. Bu mənalı iş birliyini alqışlamaqdan başqa bir şey qalmır bizə.